İçimde bir parça var. O parça çok qorxur. Səhv eləməkdən çox qorxur. Mən günlük yazmağı yazıram. Sadəcə günlük yazanda bəzən fikrim dağılır və mövzuya keçir, fokusum dağılır. Bəzən video öz-özümə də danışıram, fikirləşdim ki, bunu video kimi də çəkim, özümə qalsın ya da ki, paylaşarım. Otururam, fikirləşirəm ki, məni narahat eləyən şey nədir? Məni irəli getməkdən qorxuram, addım atmaqdan çəkindirən parçam niyə irəli getmir? Yəni başa düşürsən, irəli gedə bilməməyimin səbəbi içimdə arxada qalmış, yarımçıq qalan bir parçamdır. Mən onsuz irəli gedə bilmərəm. Mən onsuz həyata davam edə bilmərəm. Mən oturub onunla danışmalıyam, onu görməliyəm. O içimdəki o istəməyən, addım atmaqdan qorxan bir parçam var da, yəni fakt. Mən onu görüb onu bilməliyəm axı o nədən qorxur. O qorxan parçamla üzləşməliyəm də, yəni insanın özünlə üzləşməli hissə buradır. Şu anda özümü heç bəyənmirəm. Ama it's okay, yəni. Okay, bəyənməməyim də okeydir. Mövzunu ya qarşı çox böyük bir direncim var, dirənirəm yəni ona qarşı. Qorxuram yəni. Nədən qorxuram? Baxıram ki, addım atsam bacara bilmərəm deyə. Ya birdən alınmasa deyə. Ya birdən səhv eləsəm deyə. Səhv eləsəm nə olacaq? Səhv eləsəm cəzalandırılaram. Səhv eləmək olmaz da olmaz. İcazə yoxdur səhv eləməyə. Hər şey mükəmməl olmalıdır. Addım atsam, səhv eləsəm olmaz. Ya orada şu blok var. Olmaz. Niyə olmaz? Nə üçün olmaz? Özümə sonsuz bir şəkildə səhv eləmə icazəsi vermək istəyirəm. Və verirəm ya, bunu istəyirəm, bunu özümə vermək istəyirəm və bunu verirəm ya, bu icazəni verməyi seçirəm özümə. Yəni sonsuz bir şəkildə səhv eləyə bilərəm, çünki səhv eləmək sadəcə bir təcrübədir. Səhv elədikcə sən həyatı anlayırsan. Düşün ki, 2 yaşında bir uşaq var və həmin o 2 yaşındakı uşağa deyirsən ki, o qaynar çaydan əl vurmaq olmaz, ona əl vurmaq olmaz. Əl vursan yanarsan, əl vursan yanarsan. O uşaq yanmağın nə olduğunu bilmir. Ora əl vurmaq istəyir axı. Çünki yanmaq nədir bilmir. Onu öyrənmək istəyir. Sən ona durmadan deyirsən ki, əl vurma yanacaqsan. O yanmağın nə olduğunu bilməlidir axı ki, ona əl vurmasın. Şu an özümü də gəlir yəni. O yanmağın nə olduğunu bilmir. Sən ona qadağa qoyursansa bunu, əl vursan yanarsan deyə, ümumiyyətlə yəni o nə yanmağın nə olduğunu ona izah eləmirsən. Nə onu yanaraq, təcrübə eləyərək onu icazə vermirsən onun barmağının yanıb onun fərqində olmasına. Prosta yox deyib o parça, onu təcrübə eləməsinə icazə vermirsən yəni. O qapıya blok qoyursan ümumiyyətlə və o böyüyür, o şəkildə böyüyür. Yəni onu bilmədən böyüyür. Və sən hər zaman onun yanında olmursan o 2 yaşındakı uşağın. Və sən olmayanda onun yanında onun qarşısına bir çaydan çıxır. Yəni bu çaydanı hər hansı bir şeylə əvəz eləyə bilərsən. Mən bu sadəcə misal üçün göstərirəm. O yanan şeyi ilə qarşılaşanda belə qalır ki, bu nədir?
O ona əl vurur və onu yandırır və özünü çox pis hiss elətdirir bu. Başlayır ağlamağa, sızlamağa, acı çəkməyə, çaydanı günahlandırmağa, özünü günahlandırmağa, səni günahlandırmağa. Birinci növbədə səni günahlandırır. Çünki deyir ki, sən mənə öyrətməmsən bunu. İkinci növbədə özünü günahlandırır. Mən niyə onu elədim deyə. Üçüncü növbədə isə çaydanı günahlandırır. Məni niyə yandırdın deyə. Burada hər şeyin günahı səndədir demək istəmirəm ki, deyil də, elə də deyil. Məsələ odur ki, səhv eləyərək öyrənə bilərsən. Okeydir, yəni səhv eləmək. Nə danışdığımı özüm də bilmirəm hal-hazırda, amma danışıram. I don't know. Bir dəfə səhv eləyəcəksən, 1000 dəfə səhv eləyəcəksən, 5 milyon dəfə səhv eləyəcəksən, 10 milyonuncu da anlayacaqsan nə olduğunu. Mükəmməl, perfect eləməyə çalışdıqca heç vaxt olmayacaq. Heç bir yaşayan insan bu həyatda yaşayan heç bir insan möhtəşəm deyil. Bunu bilirsən də yəqin ki. Heç bir insan qüsursuz və mükəmməl deyil. İstəyir dünyanın ən möhtəşəm spiritual qurusu olsun, istəyir dünyanın ən möhtəşəm psixoloqu olsun, psixiatriyası olsun, nə bilim, zart olsun, zurt olsun. Hər şey qaydasında, hər şey mükəmməl səviyyədə, bütün sinir sistemi sakit, möhtəşəm olan yoxdur. Yer üzündə elə bir varlıq yoxdur. Bu dünyada yaşayan hər bir insan qüsurludur. Hər bir insan səhvlə yaşayır. Və bu çox okey bir şeydir və bu çox normal bir şeydir. Bu çox anlaşılan bir şeydir. Biz bu dünyada insanıq və bu həyatı təcrübə eləməyə gəlmişik. Elə ya da belə. Əsas olan hal-hazırda sənin özünə qarşı olan mərhəmətindir. Çöldəkinə qarşı yox. Nə qədər asandır, nə qədər rahatdır bizim üçün başqalarına qarşı mərhəmətli olmaq, başqalarının elədiyi səhvlərə qarşı. Sən qarşında sən elədiyin bir səhvi gördüyün bir dostun olsa, ona qarşı belə davranarsan, o belə bir səhv eləsə, ona qarşı belə davranmasan axı, onu cəzalandırmasan axı, onun yanında olmağa çalışarsan, ona kömək eləməyə çalışarsan, heç bir şey eləyə bilməsən də sadəcə onu sığallayıb, onu qucaqlayıb, onun yanında olmağa çalışarsan. Amma bunu özümüzə eləməyə qədər çətindir. Özümüzü sığallamaq, özümüzə qarşı mərhəmətli olmaq nə qədər çətindir. Bunu bilirəm. Bunu anlayıram. Və sən çox yaxşı başa düşürəm. Şu an hal-hazırda nə yaşayırsansa bilmirəm. Amma hal-hazırda olduğun kimi sevilirsən, yəni olduğun yerdə sevilirsən. Hansı səhvi eləyirsənsə elə. Heç bir şəkildə günahkar, heç bir şəkildə suçlu, heç bir şəkildə deyilsən. Heç bir şəkildə günahkar deyilsən. Sən sadəcə burada təcrübə yaşayırsan. Heç bir şəkildə günahkar deyilsən. Bunu təkrar nə qədər qəlbinə toxunar görəsən bunu təkrarlamağım. Hal-hazırda olduğun kimi, hal-hazırda hardasan? Hal-hazırda mən buradayam, yəni mən otağımdayam. Burada oturmuşam hal-hazırda. Bəlkə yox, özümü yaxşı hiss eləmirəm də.
Buradayam yəni. Özümə bunu icazə vermişəm. Özümə yaxşı hiss eləməməyi icazə vermişəm. Özümə icazə vermişəm ki, pis ola bilərsən. Pis də ola bilərsən. Pis olmaq pis bir şey deyil. Ümumiyyətlə pis və ya yaxşı olmaq deyə bir şey yoxdur. Pis və ya yaxşı deyə bir şey yoxdur. Sadəcə təcrübə var, deneyim var. Sənə uyğun olanı seçirsən, sənə uyğun olmayanı buraxırsan. Okey, bu mənə uyğun deyil. Bu demək deyil ki, bu pis bir şeydir. Yox, bu pis bir şey deyil. Sadəcə sənə uyğun deyil. Sadəcə hal-hazır ki, hal-hazır ki, mənə uyğun deyil bu. Bəlkə sabah uyğun olacaq. Bəlkə 10 dəqiqə sonra uyğun olacaq. Bəlkə yarım saat sonra. Bəzən həyatı çox çətinləşdirirəm. Çətinləşdiririk. Bunun fərqindəyəm. Amma yaşadığın nə olursa olsun, nə yaşayırsansa yaşa. Hansı yolda olursan ol. Hansı addımı atırsan at. Hansı seçimi eləyirsənsə elə. Mən sənin yanındayım. Bu videonu da nə vaxt istəyirsənsə izləyə bilərsən. Mən səni başa düşürəm. Səni anlamağım üçün sənin yaşadıklarını yaşamağıma ehtiyac yoxdur. Zaten başqa bir versiyasında özümdə yaşayırım. Yəni, hər kəs bir-birinə ən yüksək bir enerji ilə bağlıdır onsuz da. O qədər hiss edən varlıqlarıq ki, qəlblərimiz hamısı bir-birinə bağlıdır. İnsan nə istəyir ki, bu həyatdan sadəcə anlaşılmaq istəyir. Birinin onu anlamasını istəyir. Və mən də özümü anlama yolunda irəliləyən bir insanam. Və bu yolda özümə hər cür hissi keçirməyə icazə verirəm. Bunu mənə heç kim icazə verməyib, özümə icazə verirəm. Sən də bunu eləyə bilərsən. Sadəcə bunları demək istədim şu an. Sən sevirəm, sənin yanındayım. Buradayım. Bu video zamansız bir videodur. İstədiyin bir vaxt girib izləyə bilərsən. Bil ki, hansı andasansa, o anda sənin yanındayım. İzlədiyin üçün çox sağ ol.